Salam Fatma xanım, bir daha hər vaxtınız xeyir olsun. Salam Ceyhun bəy, sizin də hər vaxtınız xeyirli olsun. Demək biz sizinlə bir yerdə hardasa bir 2 həftə çəkdik yox, bir 14 gündən Bəli, çəkdik. 2 həftə bəli, boyunca başlanğıc təlimini keçdik. E, bəli. necə qiymətləndirirsiniz? Necə bir belə deyim, bu Hı. təlim sizə nə bəxş elədi? Birinci sizə təşəkkür eləyirəm. Yəni səbrlə məni başa saldığınıza görə, öyrətdiyinizə görə. Çünki hər şey əlifbadan başlayır. Sizin başlanğıc təliminizdə mənim üçün trade sahəsində əlifba idi. Səbrlə çox gözəl başa saldınız. Yəni sizə rast gəldiyim üçün, siz özümə müəllim seçdiyim üçün mən özümdən də razıyam ki, yəni çox yaxşı bir adamı, savadlı bir adamı özümə müəllim seçmişəm. Başlanğıc təlimi çox əla keçdi. Çünki necə deyim, o qədər bu sahə ilə neçə illərdir maraqlanıram. Hər şey mənim üçün sual altındaydı. Amma başlanğıcla başanda o əlifbasından bunu mənə başa saldığınız zaman mənim üçün elə bir deyim ki, 50-60% hər şey aydınlaşdı. Hətta bundan sonra da sizinlə davam eləmək fikrim var. İnşallah. Birisi çox dostlarımız məsələn gəlir müraciət edir ki, deyirlər ki, birbaşa strategiyanı öyrənmək istəyirəm. Yəni mən o insanlara lord dildə izah eləmək istəyirəm ki, tamam strategiyanı öyrən, amma strategiyadan əvvəl bunun bir altyapısı var. Yəni birinci belə deyək də lord dili fundamenti bilmək lazımdır. Əsas baza Bəli, biliklərini bəli, bilmək lazımdır. Yəni dediyim bəli, kimi mən nəyə görə lord dildə bu başlanğıc təlimində həm də əlifba biliklərini deyirəm. Çünki insan hərfləri tanımadan gedib söz qura bilməz. Sözü də bəli, bilmədən cümlə qura bilməz. Yəni bugünkü gündə çox trade yerə deyim, çox şəxslər gəlir, birbaşa istəyirlər ki, elə cümlə qurub danışsınlar. Amma sən cümlə qurmamışdan qabaq bir hələ hərfləri öyrən, hələ bir sadə elementar şeyləri öyrənmək lazımdır. Ondan sonra strategiyaya gedib təlimini keçmək lazımdır. bəli, eləsin olmalıdır. Platformada iş qaydasını bilməyəndən sonra strategiyanı necə işləmək olar? Bəli, Ona görə özünüz də mən görürsünüz ki, yəni bu sırf mənim başlanğıc təlimim elə bir təlimdir ki, yəni bu insana ömür boyu lazım olur. Yəni gələcəkdə fərqi yox deyə hansı bir strategiyanı, hansı şəxsdən olur, kimdən istəyirsiniz strategiya öyrənin, bunu fərq eləmir. Amma hər bir halda yenə deyirəm, bu baza bilikləri önəmlidir. Özünüz də gördünüz. Ümumiyyətlə bəli, sizin üçün bax bu keçdiyim dərslər arasında belə deyim, hansı daha çox effektiv oldu, hansı daha çox belə deyim sizə. əslində əslində elə hamısı effektiv oldu. Çünki heç biri haqqında bu qədər yaxından məlumatım yoxdur. Ümumi məlumatlar onsuz da var idi. Eşitməkdən, YouTube kanalından, başqa kanallardan var idi. Amma o qədər xırdalığına qədər, həm də mənim yaşımı nəzərə alıb uşaq başa salar kimi elə başa saldınız ki, mənim üçün hər şey aydın oldu. Yəni əlifbası idi. Allah sizə can sağlığı versin. Yaş demişkən burada məsələn bəzi dostlarımız var ki, deyirlər ki, biz bəlkə eşidərsiniz, deyirlər yaşımız keçib, artıq gecdir. Yəni elə insanlara nə demək istəyərdiniz? Heç vaxt keçmir heç nə. Nə vaxt öyrənmək istəyirsinizsə, demək o vaxtda sizə həmin vaxtda başlamaq lazım imiş. Odur ki, yaşı heç vaxt əlinizdə bəhanə eləməyin. Nə vaxt öyrənmək istəyirsinizsə, öyrənməyə başlayın. Çünki həyat insana bir dəfə verilir. Nə qədər yaşayacağımızı bilmirik. Son günümüzə qədər də bu peyğəmbərdən də gəlib gedir oxumaq lazım, deyir elm içində də olsa ardıycan get. Bəli, Demək o bəli. bizə belə məsləhət görüb getmək lazımdır axıra qədər. Yenə deyirəm, yəni başqa bəzi dərslər olurdu, kimlərsə pulsuz təklif edirdi, girib baxırdım onlara da. Əlifba biliksiz, o başlanğıc biliksiz heç vaxt bu sahəni həqiqətən də öyrənmək olmaz. Bəli. Platformanı bilməmiş, oradakı iş qaydasını bilməmiş, başqa sahələrini bilməmiş burada heç vaxt işləmək olmaz. Yəni bu mənim fikrimdir. Bəlkə indi başqası deyəcək, yox mən bacaram, amma həyat təcrübəmdən nəzərə alaraq mən məsləhət görürəm ki, elə başlanğıcdan başlasınlar, strategiya sonranın işidir. Bəli, bəli. Yəni siz ümumiyyətlə, yəni mənim belə deyək, tədris prosesimi, yəni izah eləmə qabiliyyətimi necə qiymətləndirirsiniz? Çətinmi başa Çox əla. salaram, Çox yoxsa əla. Elə bil ki, birinci sinifdəki uşağa dərs verirdiniz. Çox yaxşı bacarırsınız bunu. Həqiqətən də başqalarına da qulaq asanda bəzən elə başlayırlar ki, heç cür başa düşmək olmur. Bəzən görsən cümlələri elə seçirlər, onu guya ki, savadlı olduğunu fikirləşəsən, yox, savad ondan deyil, savad səni necə başa salmağından, necə sənə necə öyrətməyindən çox şey asılıdır.
Bəli, bilirsiniz necə? Mən məsələn bu sahəyə başlayanda əksər insanlar sıfırdan başlayır, amma mənim şəxsən özüm mənfi sıfırdan başlamışam. Yəni açığı, yəni o qədər belə deyim də bilgi kirliliyi ilə qarşılaşmışam ki, yəni mənasız məlumatlarla, yəni ona görə də mən bilirəm ki, kimi belə pitsması necə izah eləsəm daha yaxşı başa düşər. Yəni bir dənə də bax sizə sual verim. Bax sizin özünüzə qalsaydı, bax məsəl üçün, yəni bu təlimi keçməsəydiniz əgər, təlimdə sizə öyrətdiyim dərsləri siz özünüz təxmini nə qədər vaxt öyrənərdiniz? Heç mən ümumiyyətlə onu mən bu 1 il, 2 il deyil bu sahəyə var. Bəlkə də bir 4-5 ildir maraqlanırdım. Elə ilkin biliklər olmadığına görə mən onu davam elətdirə bilmədim. Özünüz dediniz, bilgi kirliliyi o qədər çoxdur ki, o qədər çox yerdən məlumatlar yığmışdım ki, sizlə başlayandan sonra onların hamısını qoydum kənara. Yəni artıq onların heç biri lazım deyilmiş. Yenə deyirəm, kim başlamaq istəyirsə mütləq başlanğıcdan başlasın, strategiya sonranı işidir. Çünki başlanğıcı bilməmiş, strategiya bilsiz insan, nə bilim, mən elə gəlir ki, çətin onu öyrənib başa düşmək olar. Bizdə öyrənmək olar, orada neynəsə eləmək olar, qazanmaq istəyəcək, bəlkə də qazanacaq, itirəcək. Amma başlanğıc dərs olmamış, mən elə gəlir ki, lazım deyil başlamaq. Bir də Biz sizlə başlayandan sonra mən artıq o öyrəndiklərim, o bilgi kirlidirsə, o qədər məlumat hamısını qoydum kənara. Yəni artıq yük imiş o. Bəli, Heç bir bilirsiniz, əziyyət. bunu nəyə görə mən sizə dedim? Çünki bugünkü gündə bəzi dostlarımız var ki, deyirlər hər şey, məsələn, kurs nədir, təlim nədir, YouTube-da hər şey var da. Yəni özünüz də bax, özünüz deyirsiniz ki, 4 ildir, 5 ildir bu sahə ilə Yox, maraqlanırsınız. Yəni yenə o deyirəm, yox, yox. O doludur deyirlər ha. Onların heç biri insana necə deyim, savad vermir, öyrənə bilmirsən oradan. Eşidirsən, elə bilirsən maraqlıdır, amma işə gələndə baxırsan ki, onların heç biri lazım deyil sənə. Mütləq hansısa bir müəllimdən dərs almaq lazımdır. Mən bunu öz şəxsən öz təcrübəmdən deyirəm. Yəni var, məsəl üçün mən demirəm tam belə YouTube-dan öyrənmək olmur, amma belə deyim də 100 məlumatdan əksəriyyəti düzgün olmur da, belə Nəysə deyim. bir məlumat almaq olar, onu işə tətbiq eləmək olmur. Aha, lap yaxşı. Tətbiq eləmək olsaydı mən axtarmazdım, müəllim axtarmazdım. İnan başlanğıc təlimini sizin səhifənizdə qabağıma çıxanda o deyir uşaq kimi mən sevindim ki, hə, mən axtardığımı indi tapdım. Mən bildim ki, mən hardan başlamalıyam. Ümumiyyətlə siz necə oldu ki, necə bir qərar verdiniz ki, məndən gəlib təlim keçmək istəyirsiniz? Yəni bu necə baş verdi? Bilmirəm, təsadüfən Telegram kanalında çıxdı qabağıma. İlkin məlumatlar yox, həm də biraz savadlı gördüm, maraqlıydı, savadlıydı, verdiyiniz ilkin məlumatlar. Oxuya-oxuya ki, rast gəldim bu başlanğıc təlimizə. Yəni siz uzun zamandır Onun izləyirdiz, hə? tərkibinə gəlir. Onun tərkibini görən kimi dedim artıq mən tapdım. Mən öz müəllimimi tapdım. Hə, lap ya nəyə görə deyirəm? Məsələn, bugünkü gün mənə yazırlar ki, insanlar bəs necədir təlim? Deyirəm ki, mənim kanalım var da, Telegramda kanalım var. Açın, hər şey orada arxivdə qalır. Hər şey basbaya tüklər demişəm, sübutu ilə oradadır. Birinci araşdırın mənim məlumatlarımı, mənim paylaşımlarımı. Ondan sonra özünüz-özünüzə sual verin ki, özünüz-özünüz sorğulayın daha doğrusu ki, bu şəxsdən gedib təlim almağa keçməyə dəyər. Yəni siz özünüz də görərsiniz də indi təbii ki, ad çəkməyə məsələn bəzi şəxslər var ki, TikTokda, Instagramda, müəyyən platformalarda çıxırlar, danışırlar ki, biz demişdik qızıl qalxacaq, biz demişdik nə bilim Bitcoin belə olacaq. Yəni dedikləri ancaq əksəriyyətin, ya təbii ki, hər kəsə aid deyil. Əksəriyyətin dedikləri sözdə qalır. Yəni əmələ gələndə ortalıqda bir şey yoxdur. Mən ona görə ortalığa bir şey qoymuşam. Və bunu deyirəm, sübutunu da göstərirəm ki, hər şey kanaldadır. Yəni belə sözüm ayıb olmasın. Yəni gedib kanalı araşdırmaq da pulla deyil ki. Sadəcə zamanını ayır, otur araşdır ki, gör bu insan nə haqqında paylaşır, bunun paylaşımları nə dərəcədə doğrudur, necə inanmaq olar. Belə. Bəlkə onlara bir məsləhətim də var ki, mən çox səhifələrə baxmışam, çox məlumatları var. Sizin səhifədə çox maraqlı, həqiqətən də bu platformada işlətməyə lazım olan məlumatlar çoxdur. Elə girib əvvəlindən axırınadan baxdılar, özləri başa düşdülər mən nə deyirəm. Yəni bilirsiniz, çox indi dostlarımız var ki, deyirlər ki, "A, yox, təlim keçmək yaxşı bir şey deyil." Belə elə. Əksinə, Təbii ki, yəni hansısa bugünkü gündə təlim keçməmiş, hansısa bir sahəni öyrənməmiş, orada işləmək bilsiz necədir? Elə bil ki, nağılvari bir şeydir də. O deyir baxıcılar kimi deyir mən dedim hə olacaq. Elə bil baxıcılıq eləyirlər. Yox. Orada həqiqətən də çox güclü
iş görmək lazımdır, öyrənmək lazımdır birinci bir müəllimdən, hansısa bir traderdən, bax sizin kimi ustalardan mütləq dərs almaq lazımdır. Dərs alınmamış bu sahədə işləmək biraz çox çətindir. Başa düşdüm Fatma xanım. Bir dənə də sual verim sizə. Bax, sizin bu təlimə ödədiyiniz ödəniş necə qiymətləndirirsiniz? Sizcə bu təlim üçün az Çox idi, az, yoxsa çox çox, idi? vallahi çox az. Bəzən adam düz deyir, maddi imkan, indi çox adamın maddi imkanı elə də güclü deyil, amma verməyinə dəyər. Verməyinə dəyər. Mənə elə gəlir ki, daha azdır ki, nəinki çoxdur. Hə, təşəkkür edirəm Fatma xanım. Bir də sonda bir belə deyək. Bax, mən bilirəm ki, bəzi yoldaşlarımız var ki, gəlib şəxsən məndən təlim keçmək istəyirlər, amma şübhə ilə yanaşırlar, tərəddüd eləyirlər. Həmin dostlarımıza nə kimi tövsiyə vermək istəyərdiniz? Heç bir tərəddüd eləməyin, nə də şübhəyə düşməyin, gəlin. Ceyhun müəllim kimi bir müəllim əl üzə düşməyəcək. Bunu açıq deyirəm. Respublikada trade sahəsində ən yuxarı gedənlərin də seminarına qatılmışam, hamısına baxmışam. Mən həqiqi səmimi ürəkdən deyirəm. Ceyhun müəllim kimi müəllim tapmayacaqsınız. Qoşulmaq istəyirsiniz ürəklə, heç bir çəkinmədən qoşula bilərsiniz. Oldu Fatma xanım. Çox sağ olun. Təşəkkür edirəm ki, vaxtınızı Sağ olun. ayırdınız. İndi yəqin ki, dostlarımız qulaq asacaqlar videolara. Bir daha çox sağ olun. Allah sizə də can sağlığı versin. Çox sağ olun. Mən sizə təşəkkür edirəm. Növbəti Səbrlə məni öyrətdiyiniz üçün. Hələ bundan sonra da dərslərimiz gedəcək. Bəli, mən hər kəsi zaten səbrlə öyrədirəm. Əsas istəyirəm ki, tələbə öyrənsin. Yəni həqiqətən mənim uğurum tələbənin öyrənməyidir. Yəni tələbə öyrənəndə, mənim öyrətdiklərimi tətbiq eləyəndə mən həqiqətən çox sevinirəm. Yəni o mənim uğurumdur. Ona görə də kimliyindən asılı olmayaraq hər bir şəxsə, yəni fərqi yoxdur bu, tanışdır, uzaqdır, bilişdir. Mən belə şeyə fərq qoyan deyiləm. Yəni hər kəsə ədalətli davranmağa çalışıram. Yəni ona görə də hamıya yüksək səviyyədə izah eləməyə çalışıram. Sağ Belə olun, bir Fatma daha xanım, çox sağ olun, vaxtınızı sağ ayırdınız olun. bizə, Sağ olun. müsabiqə Siz sağ verdik. olun. İyi vaxt ayırdınız, səbrlə məni başa saldınız, öyrətdiniz. Bundan sonraki işlərimizdə də uğurlar arzu edirəm. Həm sizə, həm özümə. Oldu, çox sağ olun Fatma xanım, təşəkkür edirəm. Sağ olun.